Məni izləyən hər kəsə Allahın salamı olsun. Rəngini bəyəndinizmi? Bu alma sirkəsidir. Alma sirkəsini necə belə gözəl şəkildə hazırlayıram ki, həm rəngi dupduru, həm də dadı çox gözəl olur. Əgər bilmək istəyirsinizsə, videomu sona qədər izləyin. Keçək hazırlanma qaydasına. Əgər təbii, heç bir qatqısı olmadan gözəl alma sirkəsi hazırlamaq istəyirsinizsə, mütləq bağçada olan heç bir gübrə vurulmadan, yəni meşə almasından hazırlasanız, daha gözəl, daha ləzzətli alınar. Məndəki bu almalar turş, yəni meşədə bitmiş almadır. Ona görə də bu almanı tərtəmiz əvvəlcə yuyuram, daha sonra içərisinin tumlarını və saplağını təmizləyirəm. Əgər siz tumunu təmizləməsəniz, sizin hazırladığınız sirkə mütləq jeli şəklində olacaq və yaxşı rəngi də, dadı da gözəl olmayacaqdır. Almaları təmizlədikdən sonra qoyuram kənara. Mən 15 litrlikdə hazırlayacağam. 15 litr balonu əvvəlcə yuyuram, daha sonra təmiz qurulayıram. Balonun yarısına qədər doğradığım bu alma ilə doldururam. Almanı çalışın ki, çox xırdalamayın. Əgər çox xırdalasanız, sizin hazırladığınız sirkənin rəngi bulanlıq alınacaqdır. Almaları çox da xırda doğramamaq şərti ilə çürük, qara hissələrini də kəsib atıram. Mənim sirkə hazırladığım almalar çox turşdur. Ona görə də içərisinə bal əlavə edəcəm. Daha gözəl mayalanması, gözəl sirkə alınması üçün təbii bal əlavə edirəm. Məndə 15 litrlikdir. 15 litrə 3 dolu xörək qaşığı bal əlavə elədim. Daha sonra bu sirkə anasıdır. Sirkə anasını da ikiyə bölürəm. Bir hissəsini bankanın içərisinə atıram. Pütöy də ata bilərsiniz. Əgər balacadırsa, pütöy də ata bilərsiniz. Sonra təbii alma sirkəsi olmalıdır. Yenə də təbii alma sirkəsindən 2 armud stəkan alma sirkəsi də əlavə edirəm. Bundan sonra su götürməliyik. Su təmiz, şəffaf, xlorsuz su olmalıdır. Ya filtrdən süzülmüş, ya da ki, necə deyim, tərtəmiz su olmalıdır. Bankanın 4 barmaq, belə barmağınızı qoyursunuz, 4 barmaq aşağıya qədər, yəni belə su 4 barmaq dolana qədər də 4 barmaq qalmalıdır ki, mayalanarkən həm qarışdırarkən bizə asan olsun, həm də biraz mayalanması gözəl alınsın, havalansın. Ona görə də tam doldurmuruq ağzına qədər. Bankanı sadəcə 4 barmaq aşağı olana qədər su tökürük. O da tərtəmiz, filtrdən süzülmüş su ya da dağlardan çəkilmiş, yəni təbii. Mən rayonda hazırladığım üçün dağ suyu ilə hazırlamışam. Dağ suyu deyərkən, yəni qaynadılıb soyudulmuş su yox, dağlardan axan, təbii, heç bir qatqısı olmayan suları nəzərdə tuturam. Artıq bütün almaları mən hardasa 4-5, belə 15 litrlikdə hazırladım. Eyni qaydada doğradım, yudum, sonra əvvəlcə bankanın yarısına qədər alma, daha sonra sirkə anası, bal və su əlavə edib, mütləq 4 barmaq aşağıya qədər su doldurmaq lazımdır. Sonra belə bir ağ parça götürürəm. Ağ parçanı da bankanın ağzına görə kəsirəm. Yəni qapaq şəklində bunu qoyacağıq. Mütləq qapaq bağlamaq lazım deyil. Belə parçalar qoymaq lazımdır ki, mayalanarkən havalansın. Yəni qapaqla bağlamaq lazım deyil. Mən mətbəxdə, isti bir yerdə saxladım. Yəni hava soyuq olduğu üçün belə mətbəxdə əvvəlcə üstünü belə bir parça ilə örtürəm, daha sonra isti adyalla örtürəm.
Hər gün səhər, axşam mütləq qarışdırmaq lazımdır. Sirkələrinizin gözəl alınması üçün soyuq yerdə saxlamayın. İsti yerdə olanda sirkə daha gözəl və tez başa gəlir. Sirkənin başa gəlmə müddəti 2 ay yarıma qədər çəkir. Eyni qaydada hər gün gördüyünüz kimi mən hər gün bu sirkələrin üzərini açıram. Səhər, axşam ya oxlu ilə ya da başqa bir çubuqla mütləq bu şəkildə qarışdırıram. Mütləq hər gün qarışdırmaq lazımdır. Bir də qarışdırıb, baxın bu üzərinə olan parçaları qoyarkən çalışın ki, eyni qaydada necə götürmüsünüzsə o şəkildə qoyun. Çünki mayalanarkən belə kiçik cücülər olur mayalanarkən. Məndə olmadı, mən görmədim. Amma yenə də parçanın üzərinə onlar yumurta qoyur. Siz onu tərs üzünə çevirsəniz, sizin mayalınız, o yumurtalar tökülə bilər sirkənin içərisinə və sizin sirkənin dadı tamı gözəl olmaz və kiflənər. 2 ay yarımdır ki, artıq bizim sirkələr qoyulubdur. Hər gün qarışdırırıq səhər axşam. Qapaq parçanın üzərinə də baxa bilərsiniz. Artıq sirkələrimiz hazırdır. Sirkənin hazır olmasını hardan bilirsiniz? Sirkədə içərisindəki almalar yavaş-yavaş dibinə çökür. Rəngi də görürsünüz necə gözəl şəkildədir. Baxın, belə bir pərdə. Baxın, belə bir pərdə bu sirkə anasıdır. Sirkə anası əmələ gəlməyə başlayırsa, demək ki, bunu qarışdırmaq lazım deyil. Daha qarışdırmırıq. Qapağını örtüb, üstünü yenə də örtürük. Baxırıq, hər gün 2-3 gündən bir baxırıq. Əgər bu sirkə anası, baxın, qalınlaşmağa başlayıb, sirkə anası qalınlaşmağa başlayanda bir tərəfdən də baxın, sirkə anası içərisinə düşür. Əlimizlə açırıq, belə üstünü açırıq, qapağını da götürək, belə yavaşca toxunuruq. Əgər sirkə anası içərisinə düşürsə, baxın, düşdü içərisinə. Demək ki, bizim sirkəmiz hazırdır. Sirkələri süzə bilərik. Artıq sirkələrimiz hazırdır, sirkələri süzə bilərik. Ehmalca çox da belə qarışdırmırıq. Əlimizlə belə sirkə anasını götürürük, üzərindən götürürük. Sirkə anasını da bir bankaya qoyuruq. Çünki bu sirkə anası gələn il hazırlayacağımız sirkələrdə bizə lazım olacaqdır. İnşallah gələn il həm armuddan, həm halışdan, həm yemişandan, hətta dərman bitkilərindən belə mütləq sirkələr hazırlayacağım. Siz kanalımı izləyin, hamısını inşallah hazırlanma qaydasını görəcəksiniz. Sirkə anasını yığıram başqa bir bankaya, hamısının üzərindən ehmalca götürürəm. Ehtiyatlı götürürəm ki, sirkəmizin suyu görürsünüz nə qədər dupdurudur. Yəni sirkənin suyu qarışmasın. Sirkənin suyunu bəzilərində biraz nazik əmələ gəlib, bəzilərində isə qalındır. Sirkə anasında rənginə baxa bilərsiniz. Görün necə gözəl şəkildədir. Alma yapışıb bura, onu da götürək. Sirkə anasını götürüb belə bir bankaya yığırıq. İndi isə sirkəni götürüb bankanı arxadan qaldırıb süzmək olmaz. Onda sirkə qarışar alma ilə bərabər rəngi, yəni ki, rəngi bulana bilər. Baxın, biz əvvəlcə bu hissəsini, yəni bulanlıq hissəsinə çatana qədər bu hissəsini çömçəklə, böyük çömçə girmədi, çünki bu bankaların qapağı biraz dardır. Ona görə də belə adnaraz bir stəkan götürürəm, ehmalca əvvəlcə sirkənin duru hissəsini bankalara tökürəm. Baxın, bu sirkənin duru hissəsidir. Yenə də deyirəm, qarışdırmadan tökmək lazımdır. Bu isə bulanlıq hissəsidir. Ehmalca arxasından yenə qaldırıram. Bu hissəsi bulanlıq olduğu üçün bunları da bir başqa bankaya yığıram. Yəni ayırırsınız. Sirkə 15 litrlikdədir, 3 hissəyə bölünür.
Birinci hissə dupdurudur, onu bir başqa bankaya. İkinci hissə biraz bulanlıqdır, bir başqa. Dibini isə cuna ilə süzəcəm. Baxın, bu ikinci hissəsidir. Bunu da bir başqa 3 litrliyə, əvvəlcə mən 3 litrliyə süzürəm. Bu isə dibində qalandır. Onları da bir başqa bankaya süzüb saxlayıram. Sirkə nazı ilə oynasanız, gözəl sirkə alınması üçün siz onun nazı ilə gərək oynayasınız. Baxın, bu şəkildə ehmalca sirkənin üçüncü hissəsində görürsünüz, bu bulanlıqdır. Bu bulanlıq hissəsidir. Çünki bu almalar ki qaldırıb süzürük, ondan sonra almalar qarışır və rəngi çönür. Artıq bunları da 10 gün belə bu şəkildə 3 litrlikdə saxlayıram. Yəni hazırladığım sirkələri belə 3 litrlikdə 10 gün saxlayıram. Süzdüyüm sirkələrdir. Baxın, rəngi necə gözəldir. Sirkə 3 litrlikdə qalarkən, baxın, yenə də bu 10 gün ərzində belə gözəl, beləcə kiçik ana əmələ gəlibdir. Demək ki, bizim sirkəmiz gözəl sirkədir ki, kiçik belə sirkədə sirkə anası əmələ gəlibdir. Artıq bunu mütləq saxladığımız sonuncu dəfə süzürük. Yenə də eyni qaydada ehmalca suyunu bulandırmadan, görürsünüz, bunda da çöküntülər var bu sirkələrdə də. Bu çöküntünün götürmək üçün mütləq ikinci dəfə 10 gün bu şəkildə saxladım. Yəni süzüb götürəndən sonra mütləq qapağını möhkəm bağlamaq lazımdır ki, həm də qaranlıq yerdə saxlamaq lazımdır ki, yəni şkafda olsun, işıq dəyməyən yerdə saxlayın ki, yəni sirkəniz daha gözəl, daha ləzzətli olsun. Baxın, artıq sirkənin, yenə də qeyd edirəm, birinci hissəsini, üst hissəsini bu şəkildə süzüb bankalara götürürəm. Süzdükdən sonra qapağını mütləq bərk bağlamaq lazımdır. Bu isə bankanın biraz bulanlıq hissəsinə gəlib çatırıq. Ona görə belə bir cuna ilə süzüb götürürəm. Bu hissəsi də durudu, bəli, ancaq biraz cuna ilə süzürəm ki, içərisində dibinə çöküntülər var. Onlar əgər qalxıbsa cunada qalsın. Bu da sirkənin duru hissəsidir. Görürsünüz, rəngi necə gözəldir. Bunu da süzürəm. Əgər siz biznes üçün belə sirkələr hazırlamaq istəyirsinizsə, mütləq bu şüşələrə sonunda, yəni dupduru olan hissələrini süzüb yığın. Ona qədər belə 3 litrliklərdə saxlayın, bir neçə dəfə süzün, yəni duru şəffaflaşana qədər, ondan sonra bu şüşələrə yığın. Bunlar isə bankanın dibində qalanlardır, görürsünüz, 3 litrlikdə 10 gündür saxlamışam deyin, dibində bunların da çöküntü var. Bunu da ehmalca süzürəm, əvvəlcə duru hissəsini süzüb bir bankaya görürsünüz, dibi baxın qarışır. O qarışan hissəsini isə başqa bir balaca bankaya töküb saxlayıram. O da durulacaqdır. Bunu da sirkə anasının üzərinə töküb saxlayın. Sirkə anasının üzərinə də mütləq sirkə töküb saxlamaq lazımdır ki, sirkə anası daha gözəl qalsın. Çünki quruda qalmamalıdır. Bu da sonda çox gözəl, rəngi də, dadı da gözəl olan sirkəmiz hazır oldu. Sirkənin gözəl alınmasını yoxlamaq üçün çayını sodadan tökürəm bir stəkanın içərisinə və üzərinə hazırladığım sirkədən əlavə edirəm. Baxın, sirkə necə gözəl, çayını soda necə köpükləndi. Demək ki, bizim sirkəmizin çox gözəl, yəni çox təmiz, əsl, naturalını sirkə alınıbdır. Sizlər də hazırlayın, sizlər də dadın. Əgər sizlər də mənim verdiyim bütün püf nöqtələrinə əməl etsəniz, məndən də gözəl sirkə hazırlayacaqsınız. Bu da sonda nəticəsi çox gözəl olan, yəni rəngi də, dadı da
Gözəl olan sirkəmiz hazır oldu. Rənginə də baxa bilərsiniz, nə qədər gözəl olduğunu görürsünüz. Hazırlayın, dadın, öz gözəl yorumlarınızı bildirməyi də unutmayın. Əməyə hörmət olaraq bəyəni düyməsini basmağı da unutmayın.